bizim cəmiyyətdir ki, sən Allah ölümdən danışma. Bir yaxşı söhbət ilə ürəyimiz açılsın. Bir məsələn, mahnı qoy, keyfimiz açılsın. Ölümdən danışma. Ölümdən danışmaya da dartır qulağını da uzadır ki, məndən uzaq olsun. Stola da belə vurur. Ki, məsələn, bundan danışmır, məndən uzaq olsun bu. Bu, yanlış bir mədəniyyətdir, ümumiyyətlə. Adam ölümdən düşünəndə, ölümdən danışanda əvvəla ölüm yaxınlaşmır. Əksinə deyirlər, ömür uzanır. Ölümdən fikirləşəndə. İkincisi, düzgün şəkildə ölümü dəyərləndirsən, nəinki bədbin olmursan, əksinə pozitiv olursan. Əksinə möhkəm olursan. Düzgün ölümü tanısan, ölüm haqqında düz düşünsən. Ölüm dünyanın faniliyini çatdırır. Və dünyanın faniliyini başa düşən adam dünyanı buraxmır ki, mən bu dünyadan əl üzüm gedim, məsciddə oturum, ölümümü gözləyim. Dünyanın faniliyini başa düşən insan dünyaya könül bağlamır. Və könül bağlamamağın mənası o deyil ki, biri dünyaya könül bağlamayıbsa çalışmır onu əldə etməyə. Bunlar ayrı-ayrı şeylərdir.